Baxırsan ki, işçi səhərdən axşama kimi işləyir. Günün sonu gəlir, görürsən ki, yazığın qazandığı məbləğ o qədər də çox deyil. Kiçik bir məbləğdir. Götürüb ailəsinə aparmaq, az yalavac onu gözləyən anasına və ya ailəsinə bir tikə yemək nəyisə almaq istəyir. Digər tərəfdən görürsən ki, imkanlı müdir və ya biznesmen pulu gecikdirir. Sabah verərəm, sonra verərəm deyir. Bəzi iş adamları isə deyir ki, get ver məhkəməyə. Ay qardaş, bu mənim haqqımdır. Sənin yanında 6 saat, 10 saat, 1 ay, 2 ay işləmişəm. Bu mənim haqqımdır. Get ver məhkəməyə deyir. Deyirsən ki, Allahdan qorx. Deyir ki, get haqqını məhkəmədən istə. Rasulullah buyurur ki, sallallahu aleyhi ve sellem, qiyamət günü 3 nəfərin qarşısında iddiaçı olacam. Onlardan biri də işçini işlədib, pulunu verməyəndə.